İmam Cavad əleyhissalam buyurur: Məndən sonra imam oğlum Əlidir. Onun əmri mənim əmrim, onun dedikləri mənim dediklərim, ona itaat etmək mənə itaat etməkdir. Ondan sonra imamət oğlu Həsənə keçəcək. Onun əmr etdikləri və dedikləri atasının əmr etdikləri və dedikləri, ona itaat etmək atasına itaat etməkdir. İmam bunu buyurdu və sakit oldu. Ravi belə soruşduğunu deyir: Ey Peyğəmbər övladı, Həsəndən sonra imam kim olacaq? Elə bu zaman İmam Cavad şiddətli şəkildə ağladı və belə dedi: Həsəndən sonra imam qaymu bil həqqil müntəzərdir, ədalətlə qiyam edən və imaməti gözlənilən. Ravi belə soruşdu: Nəyə görə ona qaim deyirlər? İmam buyurdu: Çünki o adı ümumiyyətlə yaddan çıxdıqdan sonra və çoxlarının onun imamətinə şəkk etdikləri vaxtda qiyam edəcək. Ravi yenə soruşdu: Bəs nəyə görə ona müntəzər deyirlər? İmam əleyhissalam belə buyurdu: Çünki onun qeybəti uzun müddət olar. İxlaslı bəndələr onun zühurunu gözləyər, şəkdə olan şəxslər isə onu inkar edərlər. Onlar imamı zikr edənlərə ya da salanlara istehza edərlər. Onun qeybəti dövründə zühuru üçün vaxt təyin edənlər çoxalar. Bu dövrdə tələsənlər, zühurun uzunluğuna görə ruhdan düşənlər, bezənlər həlak olar, təslim olanlar, zühuru gözləyənlər isə nicat tapar. Əllamə Məclisi Biharul Ənvar cild 51 səhifə 30